Bunu yazan nə fikirləşib yazıb bilmirəm, amma mən nə oxuyuramsa onu danışıram. Sumaya Sohrab Mayakovski 33. Mən bu kitabı təxmini 30-cu səhifədə örtüb qoymuşdum qırağa ki, bir kəlmə başa düşmürəm. Tutmuram ki, söhbət burada nədən gedir. Elə yemək qarışdırdığım yerə qəfil belə bir işıq yandı ki, bəlkə də filan şey filan cürdür. Ondan sonra gəldim kitabı təzədən başlayıb bir-bir diqqətlə oxumağa. Hə, kitabın əvvəlin, axırın, ortasını onu xətlədim, bunu cızladım, bununla bunu üzləşdirdim. Dedim, hə, tam olaraq belədir. Diqqətlə oxuyandan sonra başladım ki, ayda burada müəllifin nə qədər verdiyi məlumatlar var, nə qədər ötürdüyü şeylər var, psixoloji məqamlar, sənət əsərləri, öz sahəsinə aid verdiyi maraqlı məlumatlar. Qısası çox xoşum gəldi. Və o qənaətə gəldim ki, bu kitab psixoloji romandır və şəxsiyyət ikiləşməsindən danışır. Mənim qəhrəmanım əmin idim ki, uşaqlığında öldürdüyü adamın şəxsiyyətini götürüb onunla birlikdə paralel iki həyat yaşayır. Və mən bunu bu formada müəllifə də dedim. Dedim, əziz müəllif, mənim bu kitabı oxuyandan sonra gəldiyim qənaət budur. Müəllif mənə baxdı, nə desə yaxşıdır. Dedi ki, maraqlı variantdır, amma yox. Sındı qol qanadım, yanıma düşdü. Nətər yəni yox? Nətər yəni yox? Mən bütün təriflərimi, tənqidlərimi, iradlarımı, qıcızmamı, qaramı bunun üstündə qurmuşam. Nətər yəni yox? Qısası müəllif dedi ki, yox, yəni maraqlı fikirdə, amma mən yazdığımı fikirləşdiyimlə sən dediyin ümumiyyətlə bir-birinin əlaqəsi yoxdur. Əlaqəsi yoxdur. Oturduq müzakirəmizə, elədik, durduq ayağa. Amma müəllifin dediyi nə idi? Bax onu ancaq bunu oxumaqla bilə bilərsiniz.